Salam dostlar, kanalıma hoş geldiniz. Ben Nihat. Bu günler sizlerle dostlar bu maşına bir drift ayarı verəcəyik. Gördünüz mü? Dostlar bu arada bu maşın coin'i değil. Yani pulla alabilirsiniz. Sonra demeyin ki ay coin'im yok benim. Nasıl alacağım arabayı? Neyse. Dostlar keçək drift ayarını göstereyim. Hem sürətli dostlar, hem drift ayarlı. Mesela gördünüz. Çıkı. Oba, divara sürtmədim. Mesela dostlar, belə gəlir. Bir dəqiqə. Mesela gəlib bura. Burada çox drift eləyən var YouTube'da. Ne oldu hə? Mesela gəlirsiniz dostlar bura. Mən neyniyirəm mən? Daldala verək dostlar, qabağı keçmədi. Mesela gəldiniz dostlar bura. Tamam, parkovkamızı eləyək buradan. Belə. Siz daha yaxşı atarsınız mən. Mən indi yüngül var sizə göstərmək istədim. Normalda daha da qəşəng atır drifti. 160 dərəcədə fırlanır dostlar drift atanda. Göstərim sizə necədir. Ağırlıq mərkəzi dostlar tam ortada olacaq belə. Spansiyonumuz belə olacaq. Disk kutusu əl dəyməyin deyəsən, elə nə tərdirsə. Motor 200 minlik. Qalan hər şey alın. Bir də tur lastiği 6 minlik. 200 minlik də turbo. Qalan heç. Bir də əgər dostlar təkərə fərqlidirsə belə. Təkər belə olacaq. İndi özünüzdən heç sizin əgər artırmaq istəyirsinizsə eləyərsiniz. Bu arada mən qəşəng çizmə eləmişəm. Japan stili. Japanese. Dostlar, əgər videonun davamının gəlməsini istəyirsə kanala abunə olub like atmağı unutmayın. Gələn videoda dostlar istəsəz bu F90'a verərik 2 təkəri. 2 təkər deyirəm dostlar. Drift ayarı. Orada zor F90'da. Ya da ki istəsəz dostlar. Baxın, hardaydı maşınım? Bəli, bu dostlar. Buna da istəsəz 2 təkər verin. Qaqa, bir dənə motorun gözəlliyinə bax. Gözəl. Baxın, pərinin fırlanmağına kim var? Bəli dostlar, istəsəz maşına da drift ayarı verirəm. Daha o sizin seçiminizə qalır. Sağ olun, salamat qalın. Kanala abunə olub like atmağı unutmayın. Bye bye.